Qaraciyər sirrozuna aparır. Maarifləndirici video ilə qarşınızdayıq. Yəni bir saçdan ötürü həyatı məhv eləməyə dəyərmi? Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Demədəmə kanalında Sağlam Həyat layihəmiz davam eləyir. Bugün panik atakdan söhbət eləyəcəyik. Bizim tamaşaçılar arasında panik atakla bağlı çox suallar verən olur. Ümumiyyətlə, panik atakla bağlı mənim hazırladığım Reels videolarda çox baxır. Mən bir blogerəm, bu sahənin mütəxəssis deyiləm. Öyrəndiklərimi, bildiklərimi, elmi araşdırmaları oxuyub sizə təqdim eləyirəm. Amma bugün bu işin mütəxəssisi Yeganə Seyidova ilə biz qarşı-qarşıyayıq. Yeganə xanım özünə həyat koçu deyir, yaşam rəhbəri deyir. Və biz Yeganə xanımla bir müsahibəmiz də olub, bu ümumi bir müsahibəmizdir. Onun da kartını burada yerləşdirəcəm. Oradan girib əvvəlki müsahibəmizə də baxarsınız. Amma bugün panik atakdan əziyyət çəkənlər bundan necə xilas olmaq olar? Fərqli bir yolla, belə deyək də, yəni sırf bizim nevroloq həkimlərimizin təklif elədiyi yollardan da başqa cür fərqli yollarla necə azad olmaq olar? Bunu necə deyim, hissləmi, duyğu ilə mi? Yeganə xanım, necəsiniz? Sağ olun. Siz yaxşı olasınız. Yaxşı olasınız. Yeganə xanım, mən də özüm də bu panik atakı yaşamış bir insan kimi bilirəm ki, bu çox belə vahiməli bir şeydir. Bunu yaşamayan adama heç bir şəkildə bunu İzah eləmək mümkün deyil də ki, yəni ki, bu necə bir şeydir. Yəni onu sözlərə düzmək, sözlərlə onu ifadə eləmək mümkün deyil. Bəlkə də, nə bilim, elə bir yaxşı olasan, nə bilim, Tolstoy kimi, nə bilim, yaza biləsən onu. Amma inanmıram ki, onu həmin ərəfədə insanın keçirdiyi o ölüm qorxusu, güclü bir ölüm qorxusunu ifadə eləmək mümkündür. Amma panik atak da çoxalıb. Yəni, baxırsan ki, bir dənə video hazırlayıram. Mən məsələn, tutaq ki, 300-400 min adam baxır və hamısı da yazır ki, mən də o vəziyyətdəyəm, mən də o vəziyyətdəyəm, həyatım qaralıb. Birinci başlayaq oradan ki, niyə panik atak yaranır? Ümumiyyətlə, panik atak bayaq da siz də qeyd elədiyiniz kimi ölüm qorxusu. Biz elə bilir ki, bu dəqiqə öləcəyik. Ölümdən o qədər qorxuruq ki, çünki ölüm bizim üçün bir sondur. Yox olmaqdır. Öncəliklə bu ölüm bizə o qədər dəhşətli, faciəli bir şey kimi görsənir ki. Amma uşaq da doğulanda bir haldan anasının qarnında olanda doğulur və bu ölür, uşaq halından doğulur və bu dünyaya gəlir. Onun üçün ölmüşdü. O dünyada doğulmuşdu da. Yəni eyni şeydir. Ölmək də bir haldan başqa yola keçməkdir. Birinci, yəni ölüm faciə deyil, ölüm son deyil, ölüm başlanğıcdır. Birinci bunu bir tərəfə belə qoyaq. İkincisi, yəni panik atak niyə məsələ insanlar ömrü boyu yaşayırlar, 40-50 yaşayırlar, bir də yaşadıkları dövrün bir yaşında onlar panik atak olurlar. Nə uşaq vaxtı olmayıblar, nə böyük vaxtı olmayıblar. Onları tətikləyən nədir? Niyə birdən-birə panik atak olurlar? Niyə? Çünki bizim həyatımız, ümumiyyətlə, bütün bu dövrdə yaşadığımız 0-7 yaş arasında yaşadıqlarımızın təkrarını yaşayırıq. Və 0-7 yaş arasında yaşadığımız bizi qorxudan, amma üstünü basırdığımız, görməzdən gəldiyimiz, xatırlamaq istəmədiyimiz. Çünki bizim canımız çox yanmışdır. Bu uşaqlıq travmaları ilə bağlıdır da. Bəli, uşaqlıq travmalarla. Yəni, bütün yaşadığımız bizim həyatımız 0-7 yaş arasında olan hadisələrin təkrarıdırsa əgər, bu da ondan bağlıdır. Uşaq bir qorxur, çox qorxur və onu heç cürə ifadə eləyə bilmir. Danışa bilmir, deyə bilmir, hətta unudur. O qədər qorxur ki, onu unudur. Unutduğunu zənn eləyir daha doğrusu. Və böyük halında ona bənzər, unutmaq istədiyi, qorxduğu hadisəyə bənzər bir hadisə yaşadığı anda panik atak başlayır. O hamı da belədir. Çoxsunda belədir. Sadəcə olaraq insanlar xatırlamaq istəmir. O uşaqlıq... Bəlkə elə adam var ki, panik atakda, amma onun uşaqlığı elə də belə böyük travma ilə keçməyib, bir şey qaydasında gedir. Travma dediyiniz nədir sizcə? Travma nədir? Bax, travma uşaqda, məsələ, gətirirlər uşağa deyək ki, ad üçün keçirdirlər, qaranlıq otağa, qaranlıq otaqda da ad üçün eləyirlər və birdən-birə işıqlar yanır və şam yanır, part eləyir, səslər çıxır və bu uşaq üçün travmadır. Yəni, siz travma deyəndə niyə onu yalnızca pis şeyə yozuruq? Hə, başa düşdüm. Məsələn, adicə
nənəsindən, atası, anası, nənəsi oturub söhbət edirlər, uşaq da balaca qulaq asır. Və məsələ kiminsə haqqında danışırlar. Keçən dəfə bizim reelsimizdən qulaq asanlar var idi, altında yazmışdılar. Deyir ki, sizə qulaq asandan sonra bizim söhbətimizə, deyir, biz oturduq, yəni deyir, yoldaşım oturdu, baxdı ki, bu adam təyyarəyə minmir və bu adam balıq yemir. Və sonra xatırlayıb ki, bu balaca olanda kimsə təyyarəyə minib, ürəyə gedib orada ölüb. Və deyiblər ki, balıqdan zəhərlənib. Və deyiblər ki, bu adam yəni ki, balıqdan zəhərlənib. Bu adam indiyə qədər balıq yemir və təyyarəyə minmir. Yəni indi bu sonradan yadına düşür. Əslində sonradan yadına düşür ki, məsələn belə bir şey yaşayıbdı. İndi bu uşaqda bu ata-ana nə bilsin ki, bu uşaq qulaq asır, bunun üçün travma olacaq. Adi söhbət eləyiblər də oradan. Yəni travma dediyimiz böyük bir şey deyil. Uşaq üçün 5 yaşında, 3 yaşında uşaq üçün travma üçün, yəni belə əlini ora vurma demək də travmadır. Ola bilər. Bərkdən qışqırma da travma ola bilər. Yəni travma böyük bir şey deyil. Belə deyək də, bu bəs məsələn indi adamlar var ki, müəyyən yaşdan sonra panik atak tutur. Adətən 30-lu yaşlardan sonra, 40 yaşlardan sonra daha çox panik atak gəlir bildiyimə görə, yəni görə. Bəs sonradan necə qazanılır? Tutaq ki, uşaqlığı bir tərəfə qoyaq. Mən uşaqlıqdan gətirdiydi. Sadəcə olaraq uşaqlıqdan. Yenə də uşaqlıqdan. Yenə də uşaqlıqdan gətirirdi. Yəni bizim həyatımız boyu bunu qəbul eləyə bilərlər, eləyə bilməzlər. Yəni kim necə istəyir də baxa bilər. Ancaq bizim bütün həyatımız 0-7 yaş arasında yaşadığımız hadisələrin təkrarıdır. Təkrar yaşayırıq, təkrar döngü yaşayırıq. Sadəcə olaraq bəzi şeyləri unutmuşuq, unutmaq istəmişik, xatırlamaq istəməmişik. Amma ən adi bir şeydən üzə çıxır. Biz elə zənn eləyirik ki, bax adi bir şey deyim də sizə. Televizora baxırıq, uşaqlar kinoya baxırlar da məsələn. O da bir travmadır. Orada qorxulu bir şey gördü, onun üçün bir faciəli bir şey gördü, bir ölüm hadisəsi gördü, onun üçün travma yarandı. Və onu unutdu, onu xatırlayır, kinoda da baxdım getdi, nə olacaq ki? Heç xatırlamır ki, bir kino. Amma böyüyəndə 40 yaşında, 50 yaşında bir hala gələndə, ona bənzər bir hadisə yaşayanda onda tetiklənir, onda deyir, beyin aparır sırada həmin balaca vaxtına, deyir, bax falan vaxt falan şey yaşamışdı, məsələn qorxmuşdu. İndi həmin üçün təkrarını yaşayırsan. Bəs burada məsələn orqanizm get-gedə belə deyək xəstələnir, gücsüzləşir. Bunun rolu nə dərəcədədir bu panik atakın yaranmağında? Məsələn, baxırsan ki, adam əvvəlki o cavanlıqda olan yüksək enerjisi də gedib, məsələn, qaraciyəri də yağlanıb, tutaq ki, həm stresi çoxdur. Bunlar da tetikləyirmi onu, yəni o panik atakı? Mən deməzdim. Yox. Onu tetikləyən, ancaq onu tetikləyən o bir yaşadığı bir halı xatırlayır o. Keçmişdə uşaq vaxtı yaşadığı bir halını xatırladır və dəhşətli qorxur ki, öləcəm. Mən özümdən misal götürürəm. Məsələn, bir neçə ilə qədər məndə məsələn belə şeylər yox idi. Bəlkə də olub mənsə, amma məsələn tutaq ki, indi əlimdə, ayağımda keymə olur, biraz qorxuram ki, həqiqi məndə nəsə var falan var. Yenə ölüm qorxusu. Yəni panik bilirəm də panik, amma o olur ki deyə mən panik oluram da. Əslində o sizə yaxınlaşdı, xatırladır sizə. Yəni ondan hamısı bir işarətdir. Əvvəl deyir ki, bax əlin ayağını uyuşur, nəsə səndə bir şey var. Ola bilər vitamin çatışmır, ola bilər özünə bir dənə bir özünü çək elə bilir. Bax gör nəyin var, nəyin yox. Onlara bax. Sizə yavaş-yavaş bir şeylər xatırlatmağa başlayır. Amma böyük bir onun bir olma səbəbi var idi. İkisi partladı həmin anda. Aha. Bax o sizə nəyisə xatırladığınız üçün partladı. Hə, partladı. Üzə çıxdı. Bənzər bir şey olanda üzə çıxır. Bənzər. Bunun üzə çıxmağı yaxşıdır yoxsa pisdir? Əlbəttə. Yaxşıdır. Nəyə görə yaxşıdır? Onda belə deyək də, onda panik atak tuturuqsa bu həm də yaxşıdır da. Nəyə yaxşı? Olan hər şey bizim faydamızadır. Bax Allah bizi o qədər çox sevir ki, heç bizim istəyimizi istəyər. Heç bizim üçün pis olmağını istəyər. Sadəcə olaraq keçmişdə bastırdığımız duyğular, hisslər var idi ha. Onlarla üzləşmək istəmədiyimiz üçün, onları bastırdığımız üçün. Hər adam da üzləşmir. Məsələn, gedirsən nevroloqa, deyir get B12-ni yoxlatdır, kortizolu yoxlatdır falan. Sənə dərman zad yazır. Yəni necə üzləşsinlər bu adamlar bir? Nə qədər hazırsan üzləşməyə? Əslində üzləşmək üzləşdirməyə kim eləyir? Bax məsələn tutaq ki, indi mütəxəssis olaraq panik atak siz nevroloq deyilsiniz də, siz özünüzə yaşam koçu deyirsiniz. Tutaq ki, adam gedib nevroloqun yanına, o ona B12 yazır, nə bilim nə yazır, deyir axşam piyada gəz falan bəsmir ki. Amma siz dediyiniz o üzləşməyə demir axı.
Yəni mən özüm getmişəm nevroloqun yanına, elə deməyib ki, özünlə özləşir. Hə, nəfəs məsələlərini deyiblər falan, bəs məkan dərinə nəfəs al. Çünki onlar yəni bu tiplər sizin zehin tərəfinizdən baxırlar. Amma mən bunu ruhani tərəfdən baxıram. Mən onun sizə faydasını göstərməyə çalışıram. Əgər o hadisə olmasaydı, yəni sizin bax bu gün, yəni bir panik atak olan bir adam, yəni niyə oldu? Birinci ona baxsın. Niyə oldu? Bunu tetikləyən nə oldu? Dərmanını içsin, getsin həkimdən alsın. Amma ki, düşünsün ki, mən birdən-birə nə oldu ki, mən birdən-birə panik atak oldum. Neçə il yaşadım, yaşamadım, birdən-birə oldu. Hansı hadisə məni tetiklədi ki, mən bu halı yaşadım. Və bu çox yaxşı ki, olub. Çünki bu adamlar bəzən heç bir şey, hər şey bizim faydamızadır. Heç bir şey təsadüfən olmur. Və o olduğu üçün ola bilər gedər vitaminlərini yoxlayır, vitaminlər baxır, vitamin çatışmazlığı var, onları alır, içir, nə bilim başqa şeylər eləyir. Üzləşmək də o deməkdir ki, yəni oradakı halım vardı, sənin yaşadığın bir hal var idi. Yaşadığın bir keçmişdə uşaqlıqda yaşadığın bir travman var idi. Onunla üzləşmək. Və məcbur deyilsən onunla üzləşəsən. Üzləşməyə hazır olduğun vaxt üzləşəsən. Necə ki, videoya bir adam da baxa bilər, milyon adam da baxa bilər. Kim bu videoyu görməyə hazırdırsa onların qarşısına çıxacaq. Sən desən ki, bax mənim belə bir videom var. Bu videoya bax, ona göndər, onu undacaq ona baxmağa. Çünki bunları eşitməyə hazır deyil. Bu videoya yalnız bu videonu özünə hazır olan, özünə üzləşməyə hazır olan, özünü tanımağa hazır olan adamlar baxacaq. Siz necə məsələn insanları panik atakdan çıxara bilirsiniz? Yəni necə belə deyək də, neçə seansamı, hansı üsullarla sir deyilsə? Yox, sadəcə olaraq, yəni o adam birincisi özü gəlib istəyib, tələbi varsa ki, doğrudan da mən sağalmaq istəyirəm. 3 dəfə. Əgər 3 dəfəyə bu adam özünlə üzləşib sağalırsa, sağalmasa deməli hələ bunun ehtiyacı var. Yəni o panik atak onun konfor zonasıdır. Deyəndə deyəcəksiniz ki, panik atak adamın konfor zonası olur? Bəli, olur. Niyə? Çünki panik atak olanda hamı onun başına fırlanır, hamı ondan daha diqqətli rəftar eləyir, hamı onun erkəyini salınır. Yəni onun konfor zonası, onun xoşuna gəlir o panik atak olmaq. Diqqət mərkəzində. Diqqət mərkəzində olur. Amma bir də var ki, həqiqətən də çətin bir şeydir. Amma insanlar qurtulmaq da istəyir axı bundan. Qurtulmaq istəyirsə və həqiqətən də siz bunu 3 dəfə, 3 seansa doğrudanmı həqiqətən də bunu təmizləyə bilirsiniz mi? Təmizləmək deyil. Bax doğrudan da bax burada sual verirsiniz. Qurtulmaq istəyirmi? Doğrudan sağalmaq istəyirmi? Sağalmaq istəyir, bir 10 dəqiqəlik söhbətdən də sağala bilər. Amma gerçəkdən istəyirmi? Məncə hamı istəyir də, məncə hamı istəyir də, elə şey olar ki, istəmirsə. Sizcə istəyir. Bax bayaq dediniz ki, başa düşdüm ya, bunun başına yığışsınlar, eləsinlər, amma bu həyata zəhərə çevirən bir şeydir axı. Amma onun konfor zonası ona xoşdur. O zəhərə nə qədər sevsə, o qədər onun başqa tərəfdən ona xoş gəlir ki, hamı məni sevir, heç kim məndən belə rəftar eləmir. Nə yaxşı mənim başıma dolanırlar. Bir tərəfdən də orada tatmin olur, onun egosu tatmin olur orada. Amma bax mən sizə çox səmimi deyirəm. Zərərli vərdişdə siqaret kimi məsəl üçün, eləmi? Gözəl, gözəl. Məsələn, siqareti hamı tərgizmək istəyir, amma heç kim tərgizə bilmir. Bax burada belə bir şey vardı. Bir insan gerçəkdən, doğrudan sağalmaq istəyirsə o sağalacaq. Onun qabağına bu video çıxacaq. Başqa bir şey çıxacaq. Bir kəlmə onun həyatını dəyişəcək. Bir söz, bir cümlə, bir baxış. Amma gerçəkdən istəyirmi? Burada mövzu budur. Biz çox gözəl bəhanələr tapırıq özümüzə. Yox, sən bilirsən belə deyil. Yox, sən bilirsən elə deyil. Yox, sən xəbərin yoxdursa mən nə haldayam? Siz damdan düşənsiniz də, o panik atak özünüz yaşamısınız. Həqiqətən damdan düşən deyir, anlayır damdan düşənin dərdini. Amma həqiqətən də bu gün siz sağalmağı istədiyiniz üçün sağaldınız. Sağalmaq, yəni doğrudan sağalmaq istəyirsiniz. O istəyi bəs siz yarada bilirsiniz, yoxsa adam özü yaratmalıdır? Özü. Bax, bilsiniz də onda belə deyək də, yəni adam istədi və sağaldı, amma belə deyək, vasitəçiyə ehtiyacı var mı? Vasitəçi var. Bax, məsələn, mən sizə belə deyim də. Mən, siz bir ocaq yanır və siz ocağın ətrafında durmuşsunuz, ocağından üzbəüz durmuşsunuz və yanırsınız. Və vasitəçi deyir ki, bax, mən sənə söz verirəm ki, mən sənin yanındayım, əlində tutmuşam da. Bax, bu ocaqdan o tərəfə keçsən, yanacam bir dəfə, sonra sağalacam. Amma mən sənin əlindən tutmuşam. Mən sənə deyirəm ki, keç buradan sağalasın da. Vasitəçi deyir bunu. Bu hoppanan kimdir? Yenə sənsən də. Ya da ki, qapı.
Bax deyirəm ki, bax bu qapının arxasında səni çox gözəlliklər gözləyir də. Mən nə qədər də desəm, o qapını açmağa sən özün cəsarət edib qapını açmalısan. Mən ha deyim. Nə qədər izah eləyim deyim, o qapıda gözəl şeylər var, o qapının arxasında gülüş-cüzdan cənnət səni gözləyir. Mən onun yerinə qapını aça bilmərəm. O qapıdan cəsarət edib qapını açarıb o özü keçməyəndə o qapıda. Mən vasitəçiyəm. Qapını açmağa kömək eləyirəm. Siz bunun tibbi tərəfini araşdırmısınızmı? Özlüyünüzdə ya ümumiyyətlə? Mən araşdırmışam və mən... Yəni, neçə məntiqli gələnlər nə olmuşsa? Araşdırmaq deyəndə ki, mənim bir iş yoldaşım vardı, o da panik atakdır, atak idi və belə. Və mən ona heç nə demədim, həkimə getdi, dərmanlarını içdi və dedi ki, heç bilsəm getməz, onu dedilər, sən mənə deyirdin, mən də onlar da mənə eyni şeyləri dedilər və o indi panik atak deyil hal-hazırda, çünki həqiqətən də özünü sağaltmaq istədi və o panik atak olanda mən həmişə onun yanında çağırdılar ki, məni gəl, xanım panik atak keçirdir. Və mən ona dediyim bir şey vardı. Nəfəs al, bir də axşam nə bişirmişdin evdə? Axşam nə bişirmişdin? O da deyirdi ki, heç cür bundan fikrini yayındırmaq üçün. Deyirdim, axşam nə bişirmişdin? Deyirdi ki, yox, mən indi deyə bilmərəm. Dedim, yox, mənə dedin, axşam nə bişirmişdin? Və axşam nə bişirdiyini xatırladığı anda ondan çıxırdı. Artıq beyin başqa şey düşünür. Məsələn, o vaxt məndə panik atak olanda kimsə demişdim, yoxsa videodan baxmışdım ki, mən hündür mərtəbəli binada yaşayıram. Çıx, elə bir ki, bina mərtəbələri sayda, bir. O 17 mərtəbənin sayına qədər biraz sakitləşir. Fikri başqa yerə yayındırmaq lazımdır həmin hərəkətə. Nəfəs almağı xatırladısan, nəfəs ala bilmir. Nəfəs almaq da unudur. Nəfəs almaq nəfəsini tutur. Nəfəs alınmır, ya da ki, çox nəfəs alırsan, qarın şişir. Nəfəsini tutur. Diafraqma. Amma deyirsən ki, məsələn, bir dənə cümlə deyirsən ki, mən fikir yanırsan başqa bir cümlə. Bir də başdan sakitləşdir. Və onlar nə edirlər də? Məsələn, baxın necə gəlir o panik atakda. Deyək ki, düşünür ki, məsələn, zəng elədilər uşağın xəstədir. O beynində qurur ki, uşaq ölüb. Ən axırıncı ssenarini qurur beynində. Bir dənə deyək ki, məsələn, uşağın qızdırması var, uşaq xəstələnib də, o uşaq orada öldürür. Uşaq öldürəndə də beyin dəliyə dönür ki, uşaq ölüb də, tavsiyə deyir, mənim uşağım öldü. Və yenə də bu da keçmişə gedir. Yəni keçmişdə onun bir ölüm hadisəsi yaşayıb, hər dəfə uşaq haqqında gələndə o yenə də xatırlayır o ölüm hadisəsini, ancaq üzləşmək. Özümüzlə üzləşməyə nə qədər hazırıq? Siz faktiki, məsələn, müalicə eləyib sağaltdığınız xəstələr üzərindən danışa bilərikmi? Məsələn, hansı vəziyyətdə gəliblər, hansı neçə seansdan sonra sağalıblar? Elə onu deyirəm də ki, xanım məsələn, indi nə dərman içmir, nə də ki, yəni heç vaxt dərmanla da içmir, heç vaxt panik tutmur. O dəfə deyir ki, mən deyir, niyə heç panik atak olmuram? Çünki həqiqətən bəzi şeyləri özünü o həddə gətirdiyini gördü. Özünü həddə gətirir. Gətirirdi keçmişdə. İndi çox şükür sağ olun. Bəs siz özünüz yaşamısınız bu panik atak olmuşsunuz? Yox, mən panik atak olmamışam. Yox, olmamışam. Ancaq panik atak olanlar görmüşəm və həqiqətən də onlar necə bir qorxu halında olduqlarını, yəni bu dəqiqə öləcəklərini şahid olmuşam. Və o qədər gözəl anlayırsan ki, onlar necə qorxurlar da, yəni bu dəqiqə öləcəklərindən. Həyəcan təşviş pozuntusudurmu bu, yoxsa necə? Bir də özlərini şey eləyirlər, o həddə gətirirlər. Qiyas eləyirlər ki, belə olacaq, nasıl olacaq. Bax deyirsən ki, amma həqiqətən də məsələn tutaq ki, ürək döyüntüsü həddindən artıqdan çoxalır, təzyiq də qalxır həmin dövrdə. Məsələn, təzyiq qalxır, ondan sonra 180-200-ə qalxır təzyiq. Ondan əlavə təzyiqdən əlavə şey də olur. Nədir onun adı? Dişlər qıc olur. Bir-birinə dərkilik təşkil. Əslində indi bu uzun müddət davam eləsə panik atak, yəni bədəni düzdür. İndi panik atak bir fiziki xəstəlik deyil də, bunu beynin oyunudur insanla. Amma məsələn uzun müddət davam eləyəndə bu hipertoniyaya gətirib çıxara bilər də. Yəni ki, ürək döyüntülərinin həddindən artıq vurması və yaxud da oynamasına gətirib çıxara bilər və yaxud da təzyiqin oynamağına gətirib çıxara bilər də. Bir şey var ki, bizdən başqa heç kim kömək eləyə bilmir. Kömək eləyə bilməz. Yəni siz buna əminsiniz ki, məsələn bunu tibbi o sakitləşdiricilər atırlar, həm çaylar içirlər filan, məsələn. Bunlar çarə yolu deyil də. Bunlar deyil. Müvəqqətidir. Siz hazırda tibbin əleyhinə danışırsınız. Mən yox, əstəğfurullah. Gedək biz yenə də mən tibbin əleyhinə danışmıram. Sadəcə olaraq həkimə də gedək, müayinələrimizi də eləyək. Vaxt-vaxtına dərmanlarımız, vitaminlərimiz. Mən özüm də vitamin qəbul edirəm, dərmanlarım, yəni vitaminlərimi vaxt-vaxtına içirəm.
yəni orqanizmimizi möhkəmlətmək üçün. Çünki indi bizim yediyimiz yeməklərdən dolayı bu vitaminlər tam onu ala bilmədiklərimiz. Məsələn, kənddə yaşasaydıq biz yəni yaxşı bir sağlam qidalansaq bu vitaminlərə ehtiyacımız yox idi. Mən özümə vitamin qəbul edirəm. Sadəcə olaraq onlarla paralel. Məsələn, biri var siz onlar bədəni müalicə eləyir, zehni müalicə eləyir. Mən isə ruhlarını. Yəni mən o insanların ruhunu anlayıram. Yəni onların necə ruhunun üsyan elədiyini görürəm. Biz nə vaxt xəstələnirik Bahadur bəy? Ruhumuz üsyan eləyəndə biz xəstələnirik. Ruhunuz məni gör, mən buradayam. Yəni mənimlə həmdəm ol. Mən varam. Məni tanı. Deyəndə özümüzə xəstəliklər gətiririk ki, əslində bu da aparıb bizi Allaha çıxardır. Çünki biz xəstələyəndə Allah yadımıza düşür. Sizinlə keçən müsahibəmizdə də bunu tamaşaçılar birmənalı qarşılamadı da. Bəziləri deyir, inanmır. Sizin danışığınızda ki, ola bir mütəxəssis lazımdır, bir terapiya lazımdır, bir dərman müalicəsi lazımdır. Amma panik atakla bağlı tam belə müalicəni nevroloqlar da deyirlər ki, bunun tam müalicəsi yoxdur da. Yəni yoxdur. Bax, yoxdur da, yoxdur. Necə olmaya bilər? Bax, deyirlər müalicəsi yoxdur. Deməli ki, müalicəsi olmayan bir şey əgər sağalda bilmirsə, yəni tibbdə də belədir də. Deyirlər ki, bunun çarəsi yoxdur. Amma Allah, yəni siz nə düşünürsünüz ki, Allah o qədər çarəsizdir ki, onun çarəsini tapmayıb, çarəsi yoxdur. Yəni ən sadə bir şey. Siz mənəvi tərəfdən mən mənəvi tərəfdən yaşayıram. Mənəvi tərəfdən yaxınlaşırsınız. İnsanı belə deyək də, o fikri onun başından çıxardırsınız da. Mən çıxartmıram, özü çıxartdır. Mən bax burada Bahadur bəy, mən sadəcə olaraq bir vasitəçiyəm. Mən fayda rəhbəriyəm və vəsiləyəm, vasitəçiyəm. Qapını açan. Qapını açmağa kömək eləyəm. Amma onu sizinlə söhbət eləməli gəlib. Amma o söhbət eləməyə nə qədər hazırdır? Onlayn yoxsa belə yəni üz-üzə? Onlayn da ola bilər, üzə də ola bilər. Ancaq onlayn da olur, üzə də olur. Ancaq bax mən sizə bir sual verim də. O alovdan hoppanmağa nə qədər hazırdır? Mən alovdan hoppandıracağam onu. Hə, onu bir bəlkə başa salacaqsınız da. Ancaq hazırdım oradan hoppanmağa. Olsun da, məsələn tutaq ki, yarım saat olsun, nə bilim 3 dəfə olsa uzaqbaşı 3 saatlıq bir prosesdən sonra bu adam düşünsə ki, mən adamlar görmüşəm, varın dövlətin verməyə hazırdır ki, o vəziyyətdən çıxsın. Məndə də fantastik dərəcədə olmayıb. Adam var xəstəxananın qarşısında maşın sürüb, xəstəxananın qarşısında maşında yatır ki, bir də mənə nəsə olar ki, tez burada xəstəxanaya çatdırım özümü. Bax, onda ki, deyirlər, bəs bu çarəsi olmayan bir şey varmı bu həyatda? Və hər şey onun əlindədirsə və hamının dilinə şey olur, hamının dilində olur. Bir yarpaq belə ondan ixtiyarsız düşmür deyirlər də yerə. Bu yarpaq oradan bura düşənə qədər nələr yaşayır orada? Nələr baş verir? Hər şey onun əlindədirsə, hər şey ondansa, hər şeydə münəzzəhdirsə, panik atağa salda bilməyəcək. Bu yalnız siz söhbət edirsiniz, müəyyən seanslarınız var da yəqin ki. Məsələn, insan gözünü yumur. Bəli. Siz danışırsınız. Meditasiya elətdiririk, nə bilim, onu nə bilim, özünü görməyini, özünü tanımağını. Bir də Bahadur bəy, bax burada əsas məsələ bilirsiniz nədir? Deyir, özünü bilən Rəbbini bilər. Bax, özünüzü nə qədər yaxşı tanırsanız, özünüzü nə qədər yaxşı tanırsanız, o qədər oradan hoppanmaq, o qapını açmaq sizə rahat olacaq. Bəs bu indi siz dediyiniz inanclı insanlar üçündür. Hamı üçün. Onun inanclı, inancsız, xristian, müsəlman, ateist deyə bir şey yoxdur burada. Bu inanmırıq Allahadır ki, Allah. Siz deyirsiniz ki, Allah çarəsini də. Mən onu demirəm. Mən demirəm ki, o Allaha, mən sizə deyirəm ki, yəni hər şeyin çarəsi Allahda varsa, deməli Allah eləyirsə bunu eləyir. Mən ona demirəm sən gəl Allaha inan. Hə, ona demirsiniz. Mən ona demirəm. Mən sadəcə olaraq ateistdir bu gəl, bu Allaha inanmır. Mən ona demirəm sən Allaha inan. Mən sadəcə olaraq deyirəm sən doğrudan sağalmaq istəyirsənmi? Bu xəstəliyin sənə faydası nədir? Bir onu mənə izah elə. Bu xəstəlik sənə gələndə sənin həyatında nə dəyişdi bu xəstəlikdən sonra? Mənə izah elə. Bu xəstəlik sənin həyatına gələndən sonra həyatında sənin nələr dəyişdi, nələr oldu? Bunu mənə demə. Deyə bilərsinizmi? Deyə bilirmi? Özünlə üzləşə bilirmi? Dedi ki, mənim həyatım alt üst oldu. Yox. Bunun sənə bir faydası olmasa sən bunu həyatına gətirməzdin. Panik atakın faydası. Ha? Panik atakın faydası. Bəli. Bax, bayaq dediyimiz kimi də yenə də ki o
özünü dəyərli hiss eləyir, onun nə bilim, onun daha nazlı, amma biz bilmirik nədir. Yəni altından nələr çıxacaq bilmirik. O qədər sadə bir şey də çıxa bilər. Keçmişlə üzləşmədiyi üçün, keçmişdə unutmaq bir istədiyi bir şey. səbəb olur, yoxsa bir neçə? Hər insana xas səbəblər. Ya bir insanda səbəb çox səbəblər Bir ola bilər. səbəb var. Əsas bir ana səbəbi, ana səbəb var, kökü var. Əsas səbəb. Bir ana səbəb var orada durub. Ana səbəbi var onun da. Siz ana səbəbi ona kömək edirsiniz ki, tapır. Bəli, bax o bu onun üzərinə getməlidir. Ana səbəbi 1-7 yaş arasında tutaq ki. Bax onun bax məsələn biz dərmanlar siz onu sizi şey eləyir də siz yara bandı kimi yapışdırırsınız üstünə biraz sağalır, sonra yenə gəlir. Sonra gedirsiniz məsələn başqa bir şey eləyirsiniz yenə sağalır. Amma o yaranın içindən kökünü qazıb oradakı irini çıxartmaq lazımdır ki, amma o irini çıxardanda sənin canın yanacaq da. O irini çıxartmağa hazırsanmı? Üzləşməyə hazırsanmı? O irini çıxanda sənin canın yanacaq. Sən belə çox canın yanacaq. Yəni belə başa düşdüm də, yəni heç bir şey gizlətməməlidir, danışmalıdır ki, o səbəb tapılsın. Məsələn, müəyyən şey utana bilər və yaxud da müəyyən şeydə cinayət tərkibi ola bilər, müəyyən yerdə. Bunların hamısını sizə danışmalıdır adam. Danışma. Mənə belə tərif danışmaya da bilər. Özünə danışsın. Özünə etiraf eləsin. Bax, Bahadır bəy, bu bilsən tərdə belə bir şey var deyirəm. Yenə mən sadəcə olaraq vəsiləyəm. İnsanın özünlə üzləşməsidir burada. Mən heç nə deməsin. Özünə götürsün bir məktub yazsın. Bax, götürsün özünə. Bir dəfə mən deyirəm tamaşaçılara. Bax, bu gün götürsünlər hamısı. O uşaq var, balaca uşaq. O 5 yaşında, 7 yaşında bir uşaq var. O uşaq götürsün, sizə bir məktub yazsın. Nə yazardı sizə? O uşaq yazsın, yoxsa biz uşaq? O uşaq yazsın. Əvvəl o uşaq yazsın. Mən ilk dəfə məktubu yazanda özümə düşünürdüm ki, nə yaza bilər ki mənə? Bəlkə də mən 20 vərəq mənə yazı yazdı. Və mən də ona yazdım. Həqiqətən baxırsan ki, yəni nələr demək istəyirsən, nələr. Və axı sən onları, o yazmağının, o yazdığın şeyləri oxumağa nə qədər hazırsan? Özünün üzləşməyə nə qədər hazırsan? Yeganə xanım, maşallah, cavan görsənirsiniz, amma sizin bəlli bir yaşınız da var da. Bax, indi Sovet dövrünü də görmüş adamsınız da. O dövrdə panik atak bu qədər çox yox idi. O adamların uşaqlığında travması yox idi mi ki, indi çoxalıb. Necə olur ki, bu son dövrdə daha çoxalıb? Niyə? O vaxt da olubdu. Bu qədər olmayıb da, yəni ki, bu vaxt bizə ürəyə gedənlər olurdu. Çünki indi əslində məsələn mən Sovet dövründə yaşamış bir uşağam. Və mən Sovet dövründə özümlə bütün gün həyatda bazda biz oynayırdıq. Və bizim üçün travma deyilən adi, məsələn indiki uşaqlar üçün travma, ay bala ayağını buradan qaldı topa demək travma idisə, o tərəfdəki onlar bizim üçün məsələ heç döyülmə travma sayılmırdı. Çünki biz ona adi baxırdıq. Bizə döyürdülər. Aslında döyürlər. İndi mən baxıram ki, həqiqətən də bu mənim oğlum da bəzən deyir ki, sən məni çox döymüsən, mən deyirəm özünü döydürməyəydin. Yəni sən özünü döydürmüsən. Bax bunlar da yəni təsadüfən mən döymürəm səni. Ola bilər ki, bizim bədənimizdə meridian nöqtələri var da, belə onları oyadırıq. Bəlkə də mən döyəndə sənin həmin meridian nöqtən oyanıbdı. Nə bilirsən? İkisini tərdir. Bahadır bəy, görünməyən arxasında bir şey var da. Biz ancaq buradan baxırıq. Amma o bir görünən var, bir də görünənin arxasında bir şey. Deyirəm, bax, mən özlüyümdə düşünürəm ki, mən 84-cü il təvəllüdəm. 90-cı illərdən 2000-ci ilə qədər həyatımızda telefon olmayıb da, bizim telefon falan. İnformasiyadakı çox qısıtlı informasiyamız olub. ASTV, sonra ANS var idi və burada da məsələn həmin dövrdə də bir Qarabağ müharibəsini kənara qoysaq, dünyada əmin-amanlıq idi da. İraq bombalanmırdı, İran dağılmırdı, nə bilim Liviyada belə şey olmurdu, esirdə. Və yaxud da İndoneziyada bir nə bilim hadisə olub, biz onu bilmirdik. Gəlib çıxmırdı bizə. İndi bu sosial şəbəkələr falan bəsməkan daha çox bu mənfi informasiyaların yayılması da panik atakları tətikləyə bilərmi? Məsələn, mən tutaq ki, bir ay televiziyaya baxmayım və yaxud da sosial şəbəkələri izləməyim, rahatlaşıram. Amma məsələn, tutaq ki, mən indi burada baxıram ki, bir futbolçu, Braziliyada bir futbolçu qaçdı, ürəyi infarkt oldu, elə meydançada öldü.
Onu gördüm özüm o vəziyyətə düşdüm də. Yəni ki, az qalırdım mən də o vəziyyətə düşüb başladı panik atak keçirməyə başladım mən. Amma onu görəndən sonra baş verdi də. Yəni indi də məsələn tutaq ki, ürəyim istəyir biraz qaçım, idman eləyim. Biraz qaçıb eləyən kimi biraz ürək döyüntüsü artan kimi fikirləşirəm ki, bir də onu bəlkə bu informasiyaların çoxluğu da bizi panik atak eləyir ki, hə İndoneziyada olub belə hadisə belə olub. Nə bilim dünyada hər gün 100.000 adam yol qəzasında ölür. O 100.000-in birinin mən də ola bilərəm və yaxud da hər çox gözəl deyirsiniz. İndi mən deyim. Bax niyə o İndoneziyadakı futbolçu qaçamağa mən də baxıram, siz də baxırsınız. Niyə məndə olmur o panik atak, sizdə olur? Bax niyə mən məsələn o müharibələr məndə o deyirəm də, yəni bir hadisədən sonra başqa şeylərə qarşı da olur. Çünki tetiklədi də o sizi. Çünki da o bir dənə o dedin ki, deməli bu olur. Çünki da ölüm qorxusu yaranıb da. Hər şeydən sən o ölümü amma onun kökü bir başqa yer idi da. Bir dənə ölüm qorxusunu hiss elədisə, hər şeydən sənə ölüm qorxusu gəlir. Və niyə məsələn mən baxıram o müharibəyə heç bir şey hiss eləmirəm, deyirəm var bu dünyanın bir sahibi də bu. Belə olmalıdır, belə ölənlər Allah rəhmət eləsin. Düzdür. Bax bu da nə öyrədir? Mənim içimdəki müharibə hardadır? Mənim içimdə harda müharibə gedir? Sizin yanaşmanız bir belə deyək də ruhani bir insan yanaşmasıdır ki, dünya fanidir. Onsuz da hamımız gecə-tezi ölüb gedəcəyik. İstəyir bomba düşsün, istəyir nə olsun. Demirəm. Elə demirəm. Deyirəm ki, yəni bu dünya gözəl dünyadır. Bu dünyanı gözəl yaşayaq. Bu dünya biz necə yaşasan? İranda adam evində oturub uşağın başına gəlir raket düşür, balaca uşaqlar yıxıldı. Bu necə rahat yaşasın? Təbriz bu dəqiqə bombalanır, oradakı insanlar necə rahat yaşasın? Necə orada gözəllik axtarmaq olar? Bax, mən demirəm gözəl, üzülürük, narahat oluruq. Ancaq bu bizim bir şey eləyə bilirik, əlimizdən bir şey gəlir. Yəni mən durub burada oturum mən burada bir vedrə ağlayım ya da özümü panik atak eləyim. Bunun o İranlıya nə kömək olacaqdı? İzləməmək mi lazım? Məsələn, mən izləməsəm xəbərim olmayacaqdı. Ona görə deyirəm ki, informasiya çoxluğu da bizə onu gətirib çıxarır. Amma izləməsəm, qaçmaq da bir, qaçırsansa bir şeydən. O da bir narahatçılıqdır. Sən niyə qaçırsan? O sənə niyə, sənin içindəki duyğu, hiss nədir? Səni narahat eləyən nədir? O sənə niyə qədər təsir eləyir? Sənin içindəki müharibə, hansı müharibələr gedir ki, o müharibə sənin qarşına çıxır? Niyə mənim qabağıma müharibə çıxmır? Bəzən elə şeylər... Mən xəbər adamıyam. Mən baxmaq yox. Bəzən elə olur ki, həqiqətən də xəbər adamısın. Bax, bəzən elə hadisələr olur ki, Azərbaycanda. Deyirlər, falan şey yox, deyirəm ki, necə deyirsən qabağına çıxmadı? Deyirəm, valla mən çıxmayım, qabağıma çıxmayım. Yəni, mən də baxıram onlara, amma mənim qabağımdan çıxmır. Çünki mən o enerjidə deyiləm. Özüm təhdiddən axtarsam, bəlkə falan şeyə baxım, tapa bilərəm, onu çıxa bilərəm. Çünki mən deyirəm ki, olan hər şey bizim faydamızadır. Heç bir şey ondan ixtiyarsız olmaz. Keçmişdə də müharibələr olub, nə olub. Amma indi baxıb deyirsən ki, doğrudan da bu müharibənin bu ölkəyə faydası bu oldu. Biz nə bilirik ki, bu müharibədən sonra nələr olacaqdı? Nələr üzə çıxacaqdı? Bu son yaşanan, bu üzə çıxan bu dosyalar falan çıxdı. Məsələn, bunlar niyə çıxdılar birdən? Bu qədər illər çıxmamışdı, indi çıxdı ortaya. Epstein. Hə, onlar necə çıxdı? Niyə çıxdı? İndi niyə çıxdı? Çünki bir şeylər afişirvad olacaq deyə çıxır, hamısı ortaya tökülür. Yəni hər şeyin bir zamanı var. Siz belə deyək də, dünyada baş verən hər şeyə özümdən baxıram. Öz tərəfindən baxıram. Yəni ki, çox fikir verməmək, çox dərininə getməmək, bunu özünə dərd etməmək lazımdır. Dərd etməmək deyəndə ki, məsələn, mən əgər bir şey bax belə deyim də, əgər bir dənə hadisə məndə duyğu yaradırsa, mən duyğuya girirəmsə, belə aşırı yadımdan çıxmırsa, 2 gün, 3 gün onu fikirləşirəm, bir ay onu fikirləşirəmsə, deməli mənim də orada qanayan bir yaram var. Ona bənzər bir duyğum var. Üzülərsən, narahat ola bilərsən, düzdür bu. Ancaq bir ay tavuqda düşməli deyirsən ki, oturub sən gecə-gündüz ağlamalı deyirsən, nə verəcək o sənə? Sadəcə olaraq biz dua eləyə bilərik. Ki, Allah köməkləri olsun. Ta durum mən onun səhər-axşam onun həyatını yaşayım deyil. Bəs insanlar, onda sən axı bu həyatdan tədbirdə olursan, onda panik atak olursan, özünü şeyə qoyursan, qəbrə qoyursan, diri-diri. Amma bu dünya sən gəlmirsən, bu ölkədə yaşayırsansa, bu dünyada yaşayırsansa, gözəl yaşa. Bu dünya insan olaraq gəlmirsən. Siz anı dəyərləndirməyin tərəfdarısınız ki, handiki anının gözəlliyindən zövq alın. Bax, Bahadur bəy, mən sizə belə bir dənə sual verim, belə söz deyim. Bax, indi biz danışırıq sizlə.
və biz danışdığımız, biz buradayıq danışırıq sizlə. Və bundan əvvəlki danışdığımız şey keçmişdi və zaman belədir də, zaman düz deyil. Zaman dairəvidir, danışırıq. Biz sizinlə danışdırırıq, mən sizə 5 dəqiqə danışdığım keçmişdir. İndiki danışdığım, bu anda danışdığım söhbət indiki haldır və danışacağım, bundan sonra danışacağım da gələcəkdir. Mən indi əgər gözəl şeylər danışıramsa, həm mən keçmiş, mənim gələcək üçün dediyim var ha, o mənim gələcəyim oldu. Keçmişim oldu. Axı danışdım və keçmişim oldu da mənim. Amma mən gözəl şeylər danışıramsa, gözəl şeylər düşünürəmsə, bu mənim keçmişim olduğu halda da gələcəyimə təsir eləyir. Ya pozitiv düşüncə. Yəni ki, mən yaxşı düşünək mənim axı 5 dəqiqə sonra mənim danışdığım söz hamısı bundan axı keçmiş olacaqdı. Bəli. Və danışacağım şeylərdə, bundan indi danışdığım şeylər də mənim hələ gələcəkdə elə olmayıbdı. Amma keçmişim mənim əgər indiki yaşadığım anımla mən bunu zəhərləsəm, öldürsəm, o fırlanıb gəlib yenə mənim gələcəyim olacaq da. Yəni bu həyat fırlanmır belə. Onda mən bu anı gözəl yaşayım ki, gözəl düşünüm, gözəl yaşayım, şükür eləyim. Hər gün belə nəfəs aldığım üçün şükür eləyim. Burnumuz nə qədər dəyərlidir, xəbəriniz var? Nəfəs almaq üçün ona görə nəfəs almaq qədər dəyərlidir. Bizim burnumuz bizim keçmişlə, doğumla ölüm arasında körpüdür. Niyə bir şey olanda deyirlər nəfəs al, nəfəs al? Doğulanda nəfəs alırıq, dünya gəlirik, bir də ölümdə də nəfəsimiz yerə ölürük. Nəfəs ala biliriksə buna niyə şükür eləməyək? Əslində mən o şeyi gözləyirdim, cavabı gözləyirdim sizdən ki, bu keçmişlə indiki dövrü qarşılaşdıranda indi sanki biraz insanlarda inanc da azalıb. Yəni əvvəlki dövrdə məsələn mən Alatoran yadıma gəlir, atamla danışdıqları var, məsələn Sovet dövründə yaşamış Azərbaycan. İnsanların çox gələcək qayğısı olmayıb, çox tələbatları olmayıb, çox belə şeyləri olmayıb da. Yəni ki, aza qane olub yaşamağa öyrəniblər də insanlar. Şükür eləməyə bacarıblar sistemmiş. İndi hamı deyir ki, mən iPhone 17 olsun, gələn sentyabrda 18 çıxacaq, o da olsun və yaxud da nə bilim daha şəhərdə də evim olsun, nə bilim Mərdəkanda da evim olsun. Bunlar sənə xoşbəxt elirsə olsun, amma sənə bunlar nə qədər xoşbəxt eləyirlər? iPhone 18 səni doğrudan xoşbəxt eləyirmi? Yəni sən o iPhone 18 alandan sonra neçə gün xoşbəxt olursan? İnsanların şeyi də yüksəlib, o kapitalizmin nə idisə, tələbatı da yüksəlib ki, bir də bunu çatdıra bilmərəm, buradan şey eləyə bilmərəm. Bunlar da yaradırmı panik atak, yoxsa ancaq elə o? Hər şey yarada bilərsən, hər şey. Onun oldu, mənim olmadı. Onun var, mənim. Niyə bax, niyə bu qədər müqayisə eləyirik özümüz başqalarından? Niyə özümüz olmaqdan qorxuruq? Stressə salır. Niyə özümüz olmaqdan qorxuruq? Niyə biz deyirik ki, mənim bahadurum varsa mənim də olsun? Mən niyə deməyim ki, mənim bax bu var, lap gözəldir, mənim bu var, bu qəşəngdir. Bu istəsən çox qəşəngdir. Axı aza qane olmaq da səni aza qane olma. İrəliləməkdən karyerana ziyandır. O aza qane olmaq demək deyil. Stresi idarə eləməlisən də. Özünü idarə eləmək. Sən biri var ki, sən özünü olduğun şeydən xoşbəxt olaraq onu eləyəsən ki, məsələn, mənim bunu almışam və çox bu mənə bu çay içirəm, mənə ləzzət eləyir də. Bir də var ki, mən bu çay məcbur içirəm. Amma hamı içir, mən də içmirəm. Hə, hamı içirəm. Amma bir də mən bunu zövqlə içirəm. Mən bunları əslində bu sualları niyə verirəm? Mən araşdırma istəyirəm, o sizdən müəyyən cavablar keçmək istəyirəm. Həm də tamaşaçılar üçün də müəyyən şeylər aydın olsun ki, bunun səbəbi nədir də? Mən bilirəm ki, bunun səbəbi bizim beynimizin bizimlə oyunudur. Amma beyin bizimlə niyə oynayır? Niyə bizi qoymur rahat? Niyə görə məsələn adi bir ürək döyüntüsü, məsələn məndə bu saat şey göstərirdi. Ləğv eləmişəm funksiyasını. Ürəyin nəbzini göstərirdi də. Normal 60-100 arası normal nəbzdir də. 100-dən keçən kimi kofe içirəm, nə bilim keçir də və yaxud da biraz peykan qalxırsan eləyirsən. 110 olan kimi deyirdim ki, mənə nəsə olur. Bura baxırdım, oldu, bura 100, 160, 180. Onu düşünən kimi. Hə, onu düşünən kimi bu da artır. Bir dəfə həkimə getdim, əlimdə elə qolumda saat, burada 160-la vur deyirəm, ha 160. Götürdü bunu açdı, tulla, dedi, bunu taxma. İndi bu da öyrəşmişəm bu saata, həm də ona görə o funksiyasını ləğv elədim də, yəni göstərməsin o funksiya. O funksiyanı ləğv eləyəndən sonra, amma bu mən nə qədər ki qolumda idi və funksiya açıq idi,
Mən elə baxırdım 90, məsələn, deyirdim niyə 60 deyil, 90-dır. 90 taraf qalxırdı 110-a. Bax, Bahadır, nə qədər gözəl bir şey kəşf eləmisiniz özünüzdə. Bax, bu həqiqətən də, bax, bizim bu dediyiniz bu hal var. Bax, bu damdan düşənin halından anlamaq deməkdir. Bax, siz hər hansı bir panik atak bu hala düşən adamı çox gözəl ona məsləhət verib, onu yol göstərə bilərsiniz. Çünki siz damdan düşənsiniz. Bax, özünüz dediniz, görürsünüz, mən özümü ürəyimi döyüntülərini yüksəldirdim. Bəli. Deməli ki, səbəbkar kim imiş? Özüm. İnanın ki, bəlkə də onu 500-ə qədər qaldıraram da. Yəni ki, bədənin imkan verdiyi qədər tam orada ya buna baxmırdım, ya çıxardıb atırdım, eləyirdim. Gördüm ki, sakitləşdim. Çox gözəl. Mən onu düşünürdüm ki, müəyyən yollar axtardım. Çox videolara baxdım, sizin kimi danışanlar da var idi, həkimə də getdim falan. Özümdə hekayələşdirdim ki, mən bir uçsuz bucaqsız bir səhradayam. Deməli, bir heç nə tutanacaq bir yerim yoxdur. Bir it arxamcan düşüb gəlir və bu itin dişləri yoxdur. Mən nə qədər qaçsam, bu itdən qaçsam, it gələcək, mən qaçacam. İt gələcək, mən qaçacam. Ürəyim döyünəcək, nəfəsim kəsiləcək. Bir gündə yıxılacam da, artıq öləcəm. O qədər qaçacam ki, öləcəm. Amma dayanıb itin qabağında dursam, it gələcək, dişləri yoxdur, axı mən tuta bilməyəcək. Ondan sonra başladım panik atakın üstünə getməyə. Panik atak gəlir, dedim mən gəl. Gəl görüm bura nə deyirsən. Qorxuların üstünə getmək. Hə, dedim gəl görüm bura nə deyirsən. Hə, gəl. Qaldır. Onsuz sən dişin yoxdur. Qaldır mənim nəbzimi falan, nə bilim nəyinə. Başladım buna məzələnməyə, sonra çıxdı, getdi. Yəni belə uzun müddət, amma yenə də arada bir də görürsən ki, özümdə olmayanda, məsələn, yuxuda zətdə olur falan, olur belə şeylər. Yuxuda panik atak olur, hə. Belə. Yeganə xanım, biz mənə elə gəlir ki, Bahadır bəy, çox gözəl bir şeyə toxunmusunuz. Yəni həqiqətən də bizim tərəfdə bax, o damdan düşənin halından almaq bu deməkdir də. Və siz özünüzdə onun dərman içdiniz, müalicə etdiniz, hər şey elədiniz də, amma heç nə kömək eləmədi ki sizə. Amma sizə kim kömək elədi? Ancaq öz fikirlər. Ay Allah razı olsun sizdən. Bax bu qədər. Mənim də bütün bu söhbətlərdə dediyim bircə şey vardır ki, insan özündən başqa heç kimə kömək eləyə bilməz. Qalan hamısı vəsilədir. Yol göstərən, qapını açan, əlindən tutan. Biz operatorumuza demişdik ki, bizə 20 dəqiqədə xəbər eləsin. Hər fikirləşirik ki, 20 dəqiqə gedib çıxdı. Çağırır, indi işarə eləyir ki, 40 dəqiqədə biz danışırıq. Belə yəqin ki, söhbətimiz çox maraqlıdır. Bir-birimizi bəlkə də anlayırıq deyə vaxt uçdu. Zamanın nisbi olduğunu... Niyə belə oldu? Bunu da deyim sizə. Niyə zaman, biz bir işdən zövq alanda, biz bir söhbətdən hərz alanda, niyə zaman zamansız olur? Çünki sənin ruhun dincəlir. Çünki sən o qədər sevdiyin işlə məşğulsan, o qədər ruhun tatmin olur düşlər deyirlər, o qədər ruhun zövq alır ki, zaman yox olur. Və ona görə də hər anımızı belə yaşayaq. Hər iş, nə iş görürsə, onu sevərəkdən görək. Nəfəs almağı belə sevərəkdən eləsək, mənə gəlir ki, vallahi bu dünyada panik atak deyə bir şey olmaz. Təşəkkür edirəm. Mən çox şad oldum Bahadır bəy dəvətinizə görə. Əziz dostlar, daha bir müsahibəmizin sonuna gəldik. Mənim özüm üçün çox maraqlıdır. Həqiqətən də fərqli yanaşmalar və daha çox ruhani yanaşmalar. Yəni bu panik atak yaşamış bir insan kimi mən bilirəm ki, bunun tibbi baxımdan müdaxiləsi o qədər də bacarmırlar həkimlər. Təəssüf ki, bəlkə də gələcəkdə belə bir şey olacaq ki, deyəcəklər ki, bu konkret bu hissədə bədənin, beynin bu hissəsində bir əməliyyat mı aparaq, nəyiniyək. Amma real vəziyyətdə bunu tamamilə aradan qaldıran yoxdur. Yalnız və yalnız özünüz kömək ola bilərsiniz və sizə də kimsə başa salmalıdır ki, necə kömək olmaq lazımdır özünüzə. Ona görə əgər hər hansı bir sualınız yaranırsa, Yeganə xanımın aşağıda gördüyünüz nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Instagramda, TikTokda Yeganə Seyidova yazıb axtara bilərsiniz, tapa bilərsiniz, oradan da əlaqəyə keçə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər, çox sağ olun. Videomuzu bəyənməyi və paylaşmağı unutmayın. Yeganə xanım sizə də təşəkkür ederim. Sağ olun, dəvətinizə görə. Qaraciyər sirrozuna aparır. Maarifləndirici video ilə qarşınızdayıq. Yəni bir saçdan ötürü həyatı məhv eləməyə dəyərmi?